Herkese salam. Bugün size pandisvani yani tot keksin hazırlanma qaydasını göstereceğim. Yorumlarda ve direkte çok yazıp soruşduğunuz için e, belə bir video hazırladım. Deməli, əvvəlcə nə edirik? Yumurtanı sarısına ağından ayırırıq. Daha sonra sarısına pesoğumuzu, yəni şirkət tozumuzu əlavə edirik. Vanilimizi əlavə edirik və 2 xörək qaşığı yağ tökürük. Bunu ağarana qədər qarışdırırıq. Daha sonra kənarda isə unumuzu və qabartma tozumuzu qarışdırıb ələkdən keçirdirik. Yumurtamızın sarısı qarışıb ağarandan sonra isə hardasa 3-4 qaşıq xörək qaşığı, yəni bunu əlavə edirik. Bundan sonra bu qarışımdan sonra kənarda bir yerdə yumurtanın ağına bir çimdik duz katıb onu da qabarana qədər qarışdırırıq, bərkiyənə qədər. Daha sonra isə yumurtanın sarısı olan xəmiri ağ olan hissəyə qarışdırırıq və qalan unumuzu da əlavə edirik. Oranı çəkməmişəm. Daha sonra isə 150 dərəcəli sobaya əlavə edirik. Qaba qoyub, yəni sobaya yollayırıq. Sobanın çalışın dərəcəsini çox eləməyin ki, keks qalxsa, yəni hündürlüyü çox olsa, içi xəmir kimi olacaqdır. İndidən hər kəsə nuş olsun. Sağ olun.